Salam, hər vaxtınız xeyir. Bu da bizim 29-cu dərsimiz. Bu dərsdə də biz sizinlə hərəkət olmayan cümlələr quracağıq. Məsələn, yaşımızı demək istəsək. Əslində bu olduqca asandır, amma Azərbaycan dili ilə ingilis dili arasında fərq olduğu üçün bəzən yaşı deyəndə səhv deyirlər. Belə ki, biz Azərbaycan dilində yaşımızı deyəndə var sözündən istifadə edirik. Məsələn, demək istəsək, mənim 40 yaşım var. Baxın, burada var sözünü görürük və biz bunu have olaraq öyrənmişdik. Yəni, bilirdik ki, var sözü have olaraq tərcümə olunur. Və mənim var olur I have. Amma yaşı deyəndə ingilis dilində have sözündən istifadə olunmur. Yəni, onlar ingilis dilində var sözündən istifadə etmirlər. Bunun əvəzinə biz to be-dən istifadə edirik. Və öz yaşımızı dediyimizə görə birinci mən sözündən istifadə edirik, yəni I. Ondan sonra bu şəxsə uyğun olan to be-ni işlədirik, yəni am. Ondan sonra da yaşımızı deyirik, yəni 40 yaşımız varsa olur 40. Və biz burada yaşı dedikdən sonra years old sözünü də əlavə edə bilərik. Yəni bu sizin istəyinizdən asılıdır. İstəyirsiniz deyin, istəyirsiniz deməyin. Amma əsas yadda saxlayın ki, öz yaşınızı demək istəyirsinizsə, birinci I deyirsiniz, ondan sonra am, sonra da yaşınız neçədirsə onu. Və biz burada təbii ki, I am-i qısaldıb, bu şəkildə yazıb am 40 və yaxud da I'm 40 deyə bilərik. Sənin 25 yaşın var və yaxud da sizin 25 yaşınız var. Demək istəsək, birinci you deyirik, ondan sonra are və yaxud da a, ondan sonra da 25. Deməli, sənin 25 yaşın var və yaxud da sizin 25 yaşınız var, olur you are 25 years old və yaxud da you are 25. Və təbii ki, biz burada you-la a-nı qısaldıb your 25 və yaxud da your 25 deyə bilərik. Və yaxud da onun 15 yaşı var demək istəsək, birinci kimdən söhbət gedir onu bilməliyik. Yəni, söhbət kişi cinsindən gedirsə, onda he is deyirik, qadın cinsindən gedirsə she is, orta cinsdən gedirsə it is deyilir. Ondan sonra da yaş neçədirsə onu. Və mən burada artıq geniş yox, elə qısa formada yazdım və beləliklə biz bunu he's 15, she's 15, it's 15 olaraq tələffüz edirik. Sonra əgər bizim 37 yaşımız var demək istəsək, birinci we deyirik, ondan sonra a, ondan sonra da 37 və yaxud da bunu qısaldırıq, bu şəkildə yazıb we're 37 və yaxud da we're 37 deyirik. Və yaxud da demək istəsək, onların 7 yaşı var, onda birinci onlar sözünü deyirik, sonra ona uyğun to be işlədirik, yəni a, sonra da 7, sonra da istəsəz years old deyirsiniz. Və burada da istəsək bunları qısaldıb bu şəkildə yaza, there 7 və yaxud da there 7 olaraq tələffüz edə bilərik. Yaşı deməyi öyrəndiksə, indi gəlin neçə yaşım var sualını verməyi də öyrənək. Və bu sualı vermək üçün birinci how old deyirik, how old, ondan sonra a, sonra da you. Yəni, sənin neçə yaşın var və yaxud da sizin neçə yaşınız var, olur how old are you və yaxud da how old are you. Yəni, burada are yazılanı sadəcə a və yaxud da are olaraq tələffüz edə bilərsiniz. Və birinci gördüyünüz bu how old neçə yaş deməkdir. Amma təbii ki, biz sadəcə sənin və yaxud da sizin sualını vermirik, başqa adamdan da yaşını soruşa bilərik. Belə olan halda nə edirik? İlk öncə yaşı soruşanda mütləq how old deyirik. How old. Ondan sonra to be işlədirik. Yəni ya am, ya is, ya da a. Ondan sonra da şəxsi deyirik. Yəni, kimin yaşını soruşuruqsa onu. Məsələn, demək istəsək, onun neçə yaşı var? Birinci how old deyirik. How old. Ondan sonra şəxsə uyğun to be işlədirik. Yəni, onun yaşını soruşanda biz bilirik ki, bu
ya he-dir, ya she-dir, ya da it-dir. Və ona uyğun olaraq da təbii ki, is işlənir. Deməli, onun sözünü kişi cinsində nəzərdə tutmuşuqsa, olur how old is he? Qadın cinsindədirsə how old is she? Orta cinsdədirsə olur how old is it? Və biz burada he və she əvəzinə hər hansısa bir ad da deyə bilərik. Məsələn, soruşmaq istəsək, Anarın neçə yaşı var? Onda olur how old is Anar? Və yaxud da Aydanın neçə yaşı var? Olur how old is Aydan? Sonra soruşmaq istəsək, onların neçə yaşı var? Olur how old are they? Bizim neçə yaşımız var? How old are we? Mənim neçə yaşım var? How old am I? Bura qədər yaşı soruşmağı və deməyi öyrəndik. İndi də gəlin ailə vəziyyətimiz haqqında məlumat verməyi öyrənək. Deməli, ailə vəziyyəti sözü bu şəkildə yazılır. Marital status deyilir. Marital status. Və yaxud da burada a əvəzinə ə deyirik. Yəni status. Marital status və yaxud da marital status. Və kiminsə ailə vəziyyətini soruşmaq istəsək, onda deyirik what is your marital status? Və yaxud da bu sözü what yox, what olaraq tələffüz edirsiniz və bunu da status yox, stats. Deməli, ailə vəziyyəti necədir? Olur what's your marital status? Və bu suala cavab olaraq demək istəsəz, mən subayam, onda deyirsiniz I'm single. Yəni, subay sözü bu şəkildə yazılır, single deyilir, single. Deməli, mən subayam, olur I'm single və yaxud da I'm single. Yox, əgər demək istəsək, mən nişanlıyam, onda deyirik I'm engaged. I'm engaged. Yəni, nişanlı sözü bu şəkildə yazılır, engaged deyilir, engaged. Və sadəcə nişanlı olduğumuzu yox, kimlə nişanlı olduğumuzu demək istəsək, yəni cümləmiz olsa, mən Fuadla nişanlıyam. Onda deyirik, I am engaged to Fuad. Yəni, birinci deyirik, mən nişanlıyam, ondan sonra kimlə nişanlı olduğumuzu demədən öncə to işlədirik, sonra da həmin şəxsin adını deyirik. Və yaxud da demək istəsək, Fuad mənim nişanlımdır. Onda olur, Fuad is my fiancé. Yəni, nişanlı olan şəxs kişi cinsindədirsə, bu şəkildə yazırıq, fiancé deyirik, fiancé. Və yaxud da gəlin kişi cinsində yox, qadın cinsində deyək. Məsələn, mən Leyla ilə nişanlıyam. Yenə birinci deyirik, mən nişanlıyam, I am engaged. Ondan sonra da to Leyla. Və yaxud da demək istəsək, Leyla mənim nişanlımdır. Onda olur, Leyla is my fiancé. Deməli, nişanlı şəxs qadın cinsində bu şəkildə yazılır, fiancé deyilir. Baxın, burada cüzi bir fərq var. Əgər nişanlı olan şəxs qadın cinsindədirsə, yazanda sonda 2 e hərfi yazılır. Yox, əgər kişi cinsindədirsə, bir dənə e hərfi yazılır. Amma tələffüzdə heç bir fərq yoxdur. Yəni, hər ikisi fiancé olaraq tələffüz olunur. Və yaxud da demək istəsək, mən evliyəm. Onda olur, I am married və yaxud da I am married. Yəni, evli sözü bu şəkildə yazılır, married və yaxud da married olaraq tələffüz olunur. İndi əgər demək istəsək, mən Muradla evliyəm. Birinci deyirik, mən evliyəm, I am married. Sonra kimlə evli olduğumuzu demək üçün to deyib, sonra da həmin şəxsin adını deyirik. Yəni, mən Muradla evliyəm, olur. I am married to Murad. Və yaxud da demək istəsək, Murad mənim həyat yoldaşımdır. Onda olur, Murad is my husband. Yəni, bildiyiniz kimi, həyat yoldaşı sözü kişi cinsində bu şəkildə yazılır, husband deyilir. Və yaxud da demək istəsək, mən Ayanla evliyəm. Onda olur, I am married to Ayan. Və yaxud da Ayan mənim həyat yoldaşımdır, olur.
Ayan is my wife. Yəni həyat yoldaşı sözü qadın cinsindədirsə bu şəkildə yazılır. Wife deyilir. Wife. Və yaxud da demək istəsək, Murad və mən evliyik. Birinci deyirik Murad və mən, Murad and I. Ondan sonra to be işlədirik, sonra da evli sözünü deyirik. Və mən sözünü görəndə ilk ağla gələn to be am olur, amma burada am işlətmirik. Çünki tək məndən söhbət getmir. Burada Murad və mən deyilir. Yəni iki nəfərdən söhbət getdiyi üçün artıq am işlətmək olmaz. Biz burada am əvəzinə a işlədirik. Yəni Murad və mən evliyik olur. Murad and I are married. Və yaxud da demək istəsək, Murad və Ayan evlidir. Olur. Murad and Ayan are married. Yəni burada da adam adı görüb düşünmürük ki, iz işlətməliyik. İki nəfərdən söhbət getdiyi üçün a işlədirik. Amma indi sadəcə evli olduğumuzu yox, həm evli olduğumuzu, həm də neçə uşağımızın olduğunu demək istəsək, onda birinci deyirik, mən evliyəm, I am married, ondan sonra with işlədirik, yəni ilə bağlayıcısı, ondan sonra da neçə uşağımız varsa onu deyirik. Yəni, 2 uşağım var desək olur 2 kids və yaxud da 2 children. Yəni, uşaq sözünü child yox, kid olaraq istifadə edə bilərsiniz. Və biz burada sadəcə bir uşağımız olsa, onda with a kid və yaxud da with a child deyirik. Amma uşağın oğlan və yaxud da qız olduğunu demək istəsək, onda deyirik I am married, sonra with a son. Yəni evliyəm, bir oğlum var. Və yaxud da qızım var demək istəsək, onda deyirik I am married with a daughter. Yəni evliyəm, bir qızım var. Və yaxud da demək istəsək, mən boşanmışam. Onda olur I'm divorced. Yəni boşanmış sözü bu şəkildə yazılır. Divorced və yaxud da divorced deyilir. Və yaxud da demək istəsək, mən dulam. Onda olur I'm widowed. I'm widowed. Yəni dul sözü bu şəkildə yazılır. Widowed deyilir. Widowed. Məsələn, demək istəsək, Sevda duldur, onun yoldaşı 2 il əvvəl rəhmətə gedib və yaxud da ölüb. Onda birinci deyirik, Sevda duldur, yəni Sevda is widowed, yəni birinci Sevda deyirik, ondan sonra Sevda təkdə olduğu üçün iz işlədirik, sonra da dul sözünü deyirik. Digər cümləmizdə isə birinci deyirik, onun yoldaşı, yəni her husband, sonra died, sonra da 2 years ago. Deməli, burada öyrənirik ki, ölmək sözü bu şəkildə yazılır. To die deyilir. Die. Və burada sözün sonunda d hərfi görürük. Buna səbəb cümlənin keçmiş zamanda olmasıdır. Yəni, keçmiş zamanda baş veribsə, die sözünə d əlavə olunur, olur died. Digər yeni sözümüz bu şəkildə yazılır. Ago deyilir. Ago əvvəl deməkdir. Və biz burada 2 il əvvəl dedik, oldu 2 years ago. Yox, əgər 2 ay əvvəl demək istəsək, onda olur 2 months ago. Yəni fərqi yoxdur. Ay, il, gün, həftə nədirsə onu deyirsiniz və təbii ki sayın da fərqi yoxdur. Məsələn, 3 həftə əvvəl olacaq 3 weeks ago. Marital status. Let's talk about marital status. What's marital status? Are you single or married? My friends, basically we have 5 marital statuses. Number 1, single. I'm single. She's single. He's single. No wife, no husband. Number 3, don't worry, I'm gonna talk about number 2 later. Let's talk about number 3, married. She's married. He's married. I'm married. She has a husband. He has a wife. I have a wife. I'm married. And now number 2. Between single and married, we have
Before you get married, you get engaged. That's it. She's engaged to John. John is her fiancé. He's engaged to Susan. Susan is his fiancé. Fiancé for women, fiancé for men. The same pronunciation. Then we have number 4. You break up. You don't like each other anymore. So you decide to break up. Divorced. She's divorced. He's divorced. Divorced. Number 5. When someone's husband or someone's wife is dead. What's that, my friends? Widowed. Mrs. Jackson is widowed. Her husband died 2 years ago. Mr. Robinson is widowed. His wife died 5 years ago. Widowed. Repeat after me. Single. Engaged. Married. Divorced. Widowed. Excellent. Deməli, bura kimi ailə vəziyyəti haqqında məlumat verməyi öyrəndik. İndi də gəlin başqa cümlələr quraq. Məsələn desək, o acdır. Qadın cinsində olacaq she's hungry. Yəni ac sözü bu şəkildə yazılır, hungry deyilir. Hungry. Amma sadəcə ac yox, çox acdır demək istəsək, onda olur she's very hungry. Yəni hungry sözünün qarşısında very sözünü işlədirik və olur çox ac. Amma istəsək biz bu iki sözün əvəzinə sadəcə starving deyə bilərik. Yəni o çox acdır cümləsini iki cür demək olar. 1. She's very hungry və yaxud da she's starving. Deməli, çox ac sözü bu şəkildə yazılır, starving deyilir. Starving. Və yaxud da demək istəsək, o çox sevimlidir. Olacaq, she's very cute. Yəni, sevimli sözü bu şəkildə yazılır, cute deyilir. Cute. Və biz burada sadəcə o sevimlidir və yaxud da o şirindir demək istəsək, onda olur she's cute. Yəni, very sözünü işlətmirik. Amma çox sevimli, çox şirin demək istəsək, biz bu iki sözün əvəzinə adorable deyə bilərik. Adorable. Yəni, çox sevimli, çox şirin sözü bu şəkildə yazılır. Adorable deyilir. Adorable. Deməli, o çox sevimlidir, o çox şirindir demək istəsək, bunu bir she's very cute və yaxud da she's adorable deyə bilərik. Və yaxud da desək, o çox utancaqdır. Olacaq, she's very shy. She's very shy. Yəni, utancaq sözü bu şəkildə yazılır, shy deyilir. Shy. Və öncəki cümlələrdə olduğu kimi very sözünü işlətməsək, olacaq, o utancaqdır. Yəni, çox utancaqdır, yox. Amma çox utancaq demək istəsək, bu iki sözü də sadəcə timid sözü ilə əvəz edə bilərik. Yəni, çox utancaq demək istəsək, həm very shy, həm də timid demək olar. Deməli, o çox utancaqdır, olur she's very shy və yaxud da she's timid. Və yaxud da nəyinsə çox təmiz olduğunu demək istəsək, onda deyirik it's very clean. Və yaxud da very clean sözünün əvəzinə spotless deyirik. Deməli, çox təmiz sözü bu şəkildə yazılır, spotless və yaxud da spotless deyilir. Spotless, spotless. Və yaxud da çox istidir demək istəsək, bunu həm it's very hot deyə bilərik və yaxud da it's very hot. Yəni, isti sözünü bu şəkildə yazırıq, hot və yaxud da hot olaraq tələffüz edirik. Və yaxud da bu iki sözün əvəzinə sadəcə scorching deyirik. Yəni, çox isti sözü bu şəkildə yazılır, scorching deyilir. Və bundan başqa bir də çox isti sözünü boiling olaraq da işlətmək olar. Belə yazırıq,
boiling deyirik. Deməli, çox istidir cümləsini həm it's very hot, həm it's scorching, həm də it's boiling demək olar. Digər cümləmiz mən toxam. Olur I'm full. Yəni bu söz tox deməkdir. Amma bunu həm də dolu mənasında işlətmək olar. Deməli, mən toxam olur I'm full və yaxud da mən çox toxam olur I'm very full. Və biz burada very full sözünün əvəzinə stuffed deyə bilərik. Stuffed. Yəni çox yemişiksə biz artıq orada I'm very full əvəzinə sadəcə I'm stuffed deyə bilərik. Very hungry. Starving. She's very cute. She's adorable. Very shy. Timid. It's so clean. It's spotless. Very hot. Scorching. Boiling. Very full. Stuffed. Və yaxud da demək istəsək, mən çox xoşbəxtəm. Olur, I am very happy. Və yaxud da very happy sözün əvəzinə deyirik thrilled. Deməli, mən çox xoşbəxtəm cümləsini həm I am very happy, həm də I am thrilled deyə bilərsiniz. Yəni, çox xoşbəxt sözü bu şəkildə yazılır, thrilled deyilir, thrilled. Və yaxud da çox xoşbəxt yox, çox kədərliyəm demək istəsək, bunu həm I am very sad və yaxud da I am devastated deyə bilərik. Yəni, çox kədərli sözünü belə yazırıq, devastated deyirik, devastated. Digər cümləmiz adamlar çox zəngindir. Olur, people are very rich. Yəni, zəngin sözü bu şəkildə yazılır, rich deyilir, rich. Və biz burada da very rich sözün əvəzinə sadəcə wealthy deyə bilərik. Yəni, çox zəngin sözü belə yazılır, wealthy deyilir, wealthy. Və yaxud da demək istəsək, adamlar çox kasıbdır. Onda olur, people are very poor və yaxud da poor. Yəni, kasıb sözü bu şəkildə yazılır, poor və yaxud da poor olaraq tələffüz olunur. Və burada da biz istəsək bu iki sözün əvəzinə sadəcə destitute deyə bilərik. Yəni, çox kasıb sözü bu şəkildə yazılır, destitute deyilir, destitute. Digər cümləmiz bu çox gülməlidir. Olacaq. This is very funny. Yəni, gülməli sözü bu şəkildə yazılır, funny deyilir, funny. Və burada da istəsək, very funny sözün əvəzinə hilarious deyə bilərik. Yəni, çox gülməli sözü bu şəkildə yazılır, hilarious deyilir, hilarious. Digər cümləmiz, bu ticarət mərkəzi çox böyükdür. Olur, this mall is very big. Yəni, ticarət mərkəzi sözü bu şəkildə yazılır, mall deyilir, mall. Və burada da biz very big sözünün əvəzinə sadəcə enormous deyə bilərik. Enormous. Yəni, çox böyük sözü bu şəkildə yazılır, enormous deyilir. Sonra demək istəsək, o çox balacadır. Bunu həm it's very small, həm də it's tiny deyə bilərik. Yəni, çox balaca sözü bu şəkildə yazılır, tiny deyilir, tiny. Digər cümləmiz bu çox bahadır. Olur, this is very expensive. Yəni, baha sözü bu şəkildə yazılır, expensive deyilir, expensive. Və burada da çox baha deyəndə very sözündən istifadə etmək istəməsək, bu ikisinin əvəzinə sadəcə pricey və yaxud da exorbitant deyə bilərik. Yəni, bu sözlərin hər ikisi çox baha deməkdir. Biri bu şəkildə yazılır, pricey deyilir. Digəri isə belə yazılır, exorbitant deyilir, exorbitant. Deməli, bu çox bahadır cümləsini həm this is very expensive
həm this is pricey, həm də this is exorbitant deyə bilərik. Amma bu dəfə çox baha yox, çox ucuzdur demək istəsək, onda olur this is very cheap. Yəni ucuz sözü bu şəkildə yazılır, cheap deyilir. Amma burada da biz çox ucuz, çox sərfəli demək istəsək, very cheap sözünün əvəzinə bargain və yaxud da inexpensive deyə bilərik. Yəni bu sözlərin hər ikisi çox ucuz, çox sərfəli deməkdir. Deməli, bu çox ucuzdur, olur this is very cheap və yaxud da this is bargain və yaxud da this is inexpensive. I'm very hungry. I'm starving. It's very hot. It's scorching. I'm very happy. I'm thrilled. People are very rich. People are wealthy. This is very funny. This is hilarious. This mall is very big. This mall is enormous. This is very expensive. This is pricey. Və bura qədər biz sizinlə very sözündən çox az istifadə etmək üçün fərqli sifətlər öyrəndik. Gələn dərsdə də inşallah bu mövzunu davam edərik. Bugünlük isə bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.